Əməkdar artist Elton Hüseynəliyev həmkarı Lalə Məmmədova haqqında səsləndirdiyi qalmaqallı fikirlərə aydınlıq gətirib. Yenilik az xəbər verir ki, sənətçi öz aramızda verilişində həmkarının mahnılarını sevdiyini, amma ona Ərşyana ultimatum göndərdiyini bildirib. Lalə xanıma qulaq asmağı xoşlayıram. Radioda onun mahnısını səsləndirəndə çevirmirəm. Onun ifasında Vüqar Camalzadənin yazdığı səs mahnısı ürəyimə yağ kimi yatır. Məktəb illərini də gözəl oxuyub. Sadəcə olaraq çox mahnı oxuyur. Xalq artisti Flora Kərimovanın 500 mahnısının 100-ü baldır. 400-ünün isə dəxli yoxdur. Hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyubsa, hamısı baldır. Çox mahnı oxumaq da bir şey deyil. Natəvan Həbibi özüdür. Lalə Məmmədova isə Brilliant Dadaşovadır. Sənətə başlayanda yamsılamaqla başlayırsan. Mən xalq artistləri Eyyub Yaqubovu, Hacıbaba Hüseynovu yamsılamışam. Bu normal haldır. İndi özümü tapmışamsa, bu deməli buna can atmışam. 2004-cü ildə radioda Ayaz Qasımov, Nurlan Növrəsli, Elton oxuyurdu. Hamı bir-birinə bənzəyirdi. Seçmək olmurdu. Fikrimi konkretləşdirdim. Bu, həm də Laləyə, Ərşyana ultimatum idi ki, səndə potensial var. Bugün Lalə Məmmədova özüdür. Amma seçim etsək, Natəvanı seçərəm.